Cənab Baş Prokuror, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 noyabr Zəfər günü münasibəti ilə sizi və rəhbərlik etdiyiniz kollektivi ilk növbədə təbrik etmək istəyirəm. Əvvəlcə bilmək istərdim, Baş Prokuror kimi fəaliyyətə göstərdiyiniz dövrə təsadüf edən xalqımızın qazandığı bu zəfər sizdə hansı təəssüratlar yaratdı? Yəni sizin dövrünüzə təsadüf eləyir bu məhz. Təşəkkür edirəm suala görə. İlk öncə mən bizi təbrik etdiyinizə görə məni və Baş Prokurorun kollektivini təbrik etdiyinizə görə dərin minnətdarlığımı bildirirəm və eyni zamanda mən də sizləri təbrik edirəm, bütün Azərbaycan xalqını təbrik edirəm, Xalq qəzetinin rəhbərliyini və bütün kollektivini və onların timsalında Azərbaycanın bütün media nümayəndələrini bu bayram münasibəti ilə təbrik edirəm. Suala gəldikdə onu qeyd edə bilərəm ki, təbii ki, birinci növbədə bu bizdə bir vətəndaş kimi, baş prokuror kimi, bir hüquqşünas kimi təbii ki, məndə qürur hissi doğurdu. Çünki belə bir şəraitdə qələbə qazanmaq müasir dövrdə və bütün sahələrdə, hərbi, iqtisadi, siyasi sahədə möhtərəm cənab prezidentin rəhbərliyi ilə belə bir qələbə yaşamaq və belə bir qələbə dövründə ümumiyyətlə Azərbaycan vətəndaşı olmaq, nəinki Azərbaycanın baş prokuroru olmaq, bir Azərbaycan vətəndaşı olmaq bizim hamımız üçün qürurludur. Və təbii ki, bir baş prokuror kimi, ölkənin baş prokuroru kimi bu dövrdə olmaq, bu dövrdə möhtərəm cənab prezidentin rəhbərliyi ilə öz konstitusiya və qanunlarla üzərimizə düşən vəzifələri yerinə yetirmək bizim üçün şərəf idi. Bu bizim prokurorluğun kollektivi bu gün də daim bütün əməkdaşları qeyd edirlər ki, çox şükürlər olsun ki, biz bu dövrü möhtərəm cənab prezidentin rəhbərliyi ilə yaşadıq və bu dövrü yaşamaq, bu qələbə dövrünü yaşamaq bizlərə nəsib oldu, bizlərə qismət oldu və biz də çalışdıq ki, əlimizdən gələni bu istiqamətdə özlərimizə düşən vəzifələri layiqincə yerinə yetirək. Təbii ki, Kəmal müəllim, hər bir insan bu 30 ildə bu işğal yaşadığımız dövrdə, torpaqlarımızın işğal altında olan dövründə müəyyən bir vətəndaş olaraq, bayaq siz dediniz bir vətəndaş olaraq hansı hissləri keçirirdiniz? Bax, torpaqlarımız işğal altındaydı, vətəndaşlarımız əzilirdi. Siz də təbii ki, buna bir yana qala bilməzdiniz. Bax, hansı hissləri yaşayırdınız həmin dövrdə? Nə keçirdi ürəyinizdən? Nə görmək istəyirdiniz? Təbii ki, bu geniş və dərin bir mövzudur. Bunu yalnız qısa zaman kəsiyində hissləri izah etmək, hissləri ifadə etmək mümkün deyil. Amma mən çalışacağım qısa olaraq. Bilirsiniz ki, Azərbaycan 90-cı illərin əvvəlində müstəqillik əldə etdikdən sonra Azərbaycan çox çətin bir vəziyyətə düşdü. O da həmin dövrdə Azərbaycanın siyasi rəhbərliyində olan naşı şəxslərin, təsadüfən hakimiyyətə gəlmiş şəxslərin qeyri-peşəkarlığı nəticəsində Azərbaycan böyük uğursuzluqlara düşər oldu və Azərbaycanın ərazisinin 20%-i işğal altına düşdü və bundan sonra çoxlu problemlər, iqtisadi, sosial və digər humanitar problemlər yarandı və Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra bu problemlər öz həllini tapmağa başladı. Və bu təbii ki, zaman tələb edirdi. Zaman bizim problemlər, yəni faktiki dövlət atributları, dövlət institutları yaranmağa başladı və iqtisadiyyatımız, kənd təsərrüfatımız, sənayemiz və digər sahələr yavaş-yavaş inkişaf etməyə başladı. Mən bunları niyə xüsusi qeyd edirəm? Ona görə bunu qeyd edirəm ki, və zaman bu, deyək ki, 93-cü ildən artıq 2020 mən götürdüm. 2020-ci ildə bu qələbə olan dövr ərzində Azərbaycan çox mühüm nailiyyətlər əldə etdi. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs, sonra da möhtərəm cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən bu kurs Azərbaycan çox mühüm uğurlara gətirib çıxartdı. Yəni bizim iqtisadi problemlər, sosial problemlər, demək olar ki, təbii ki, müəyyən problemlər daim var, cəmiyyətdə, dövlətdə qalır və onlar daim onların üzərində işlənir, amma ümumən biz artıq kifayət qədər inkişaf etmiş və əsasən problemlərimizi həll etmiş bir ölkə olduq. Və o cümlədən xüsusi qeyd etmək istəyirəm ki, o 1 milyona yaxın məcburi köçkün və qaçqınların da demək olar ki, problemləri bu və ya digər formada həll edildi. Yəni, onların humanitar dəstək göstərildi, onlara qayğı dövlət səviyyəsindən yüksək qayğı göstərildi və bildiyi kimi ilk öncə olan o çadır şəhərcikləri bunlar hamısı aradan qaldırıldı. Onlar bütün şəraitlə təmin edildilər.
Və bir də Azərbaycan vətəndaşı kimi mən təbii ki, bu dövrlər ərzində, prokurorluqda işlədiyim dövrlər ərzində mən və mənim həmkarlarım xaricə səfərlər də edirdik, müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirdik və bütün bu zaman dövründə bizim bir problemimiz var idi. Bir millət kimi, bir xalq kimi bizim bir mənəvi yaramız var idi. O, torpaqlarımızın işğal altında olması idi. Bu ağır hisslər idi bunları yaşamaq. Nə qədər də həyat şəraitimiz yaxşı olsa, nə qədər də inkişafımız olsa, müasir texnologiyalarımız, sənayemiz, yəni elmimiz, mədəniyyətimiz hamısı cəmiyyətin bütün komponentləri inkişaf edir. Amma bu yara bizim hər bir Azərbaycanlının ürəyində, beynində bir yara olaraq psixoloji bir mən dırnaq arası bir travma olaraq qalırdı. Və təbii ki, bu qələbədən sonra bu bütün problemlər demək olar ki, bu problem öz həllini tapdı. Məlum məsələdir ki, bu zəfərdə hər bir insanın, Azərbaycan vətəndaşının öz payı var. Amma bütövlükdə götürəndə hüquq mühafizə orqanlarının payı daha çox. Elə prokurorluğu götürək. Təbii ki, sizin gördüyünüz işlər bəzən açıqlanmır, bəzən genişlər olunmur. Bax, bu zəfərdə prokurorluğun, Azərbaycan prokurorluğunun payı nədən ibarət olur? Nə iş görülür bu sahədə? Bu zəfəri təmin eləmək sahəsində tutaq. Biz bu qələbəni deyəndə bu zəfərin əldə olunması təbii ki, birinci növbədə möhtərəm cənab prezident və onun ən yaxın silahdaşı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini biz qeyd etməliydik və möhtərəm cənab prezident Ali Baş Komandan kimi bütün cəmiyyəti səfərbər etdi. Yəni bütün cəmiyyət, bütün dövlət qurumları səfərbər olunmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. Burada ona görə birinci növbədə biz Ali Baş Komandan və Azərbaycan ordusu və onun ətrafında Azərbaycanın bütün dövlət qurumları və vətəndaş cəmiyyəti. Biz bunu daim qeyd etməliyik. O ki, qaldı hüquq mühafizə orqanlarının payı, mən tamamilə sizə razıyam. Çünki hüquq mühafizə orqanlarının əhəmiyyəti, rolu cəmiyyətdə, o cümlədən prokurorluğun böyükdür. Birinci növbədə stabilliyin təmin olunması, qanunun aliliyin qorunması, vətəndaşların bu dövrdə hüquq və azadlıqlarının təmin edilməsi və ikinci, bu bir istiqamət idi. İkinci istiqamət təbii ki, həmin bu 44 günlük müharibə, vətən müharibəsi zamanı əlimizdən gələn öz fəaliyyətimizlə bağlı cəbhə bölgəsində fəaliyyətimizi davam etdirmək. Burada həm mən mülki prokurorluq orqanlarını qeyd etmək istəyirəm, həm də hərbi prokurorluğu qeyd etmək istəyirəm. Çünki bizim mülki prokurorluq, bizim kriminalistlər bilirsiniz ki, həmin hadisələr zamanı mülki şəxslərə deməli raket zərbələri Gəncədə, Bərdədə, Respublikamızın digər bölgələrində endirilən zaman bizim prokurorluq əməkdaşları daim öz həyatlarını təhlükə altına qoyaraq o sübutların toplanması, hər bir halın belə deyək də, Ermənistan tərəfindən törədilən o cinayət aktlarının mülki şəxslərə qarşı hamısı sənədləşdirilirdi, rəsmiləşdirilirdi və beynəlxalq ictimaiyyətə çatdırılırdı və hərbi prokurorluq orqanları isə bizim hərbiçilərlə bir yerdə demək olar ki, cəbhə bölgəsində olmuşlar və özlərinə düşən hərbi prokurorluq orqanları kimi vəzifələrini icra etmişlər. Təbii ki, indi bizim tamamilə doğru qeyd etdiyimiz prokurorluq orqanları elə bir qurumdur ki, onun gözə görünən ictimai üçün açıq olan və açıq olmayan fəaliyyət sahələri vardır və bax, görünən fəaliyyət istiqamətləri bundan ibarət edir. Kəmal müəllim, bir məsələ də, yəni bu 30 il işğal dövründə biz bilirik ki, Azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib, əraziləri yağmalanıb, dağıdılıb. Bax, bütün bu proseslər, yəni Azərbaycan xalqına qarşı, Azərbaycan dövlətinə qarşı olan cinayətlərin istintaqının aparılması, yəni bütün bu dövr ərzində mən nəzərdə tuturam. Bunlar hamısı prokurorluq tərəfindən qeydiyyata alınıbmı? Biraz tarixə qayıtsaq, biz görərik ki, Azərbaycana qarşı bu ədalətsizlik, Azərbaycana qarşı bu təcavüz nə vaxt başladı? 1987-ci ildə Ulu Öndər Heydər Əliyev o dövrdə siyasi büro üzvlüyündən istefa verdikdən sonra bu hücumlar Azərbaycana qarşı başladı və o dövrdən demək olar ki, bu və ya digər formada, bu və ya digər miqyaslarda Azərbaycan xalqına qarşı cinayətlər o dövrki Ermənistanın siyasi rəhbərliyi, siyasi hərbi rəhbərliyi tərəfindən bu proses başladı. Və bütün
87-ci ildən son dövrə qədər bütün cinayət hadisələri prokurorluq orqanları tərəfindən, yalnız prokurorluq deyil, eyni zamanda digər hüquq mühafizə orqanları tərəfindən, bu da mən həm Daxili İşlər Nazirliyinin, həm Dövlət Təhlükəsizlik Xidmətinin qeyd etməliyəm, sənədləşdirildi. Və bu gün biz həmin dövrü əhatə edir, müxtəlif dövrlər, məsələn, Sovetlər Birliyinin tərkibində olanda cinayətlər bir başqa formada törədilirdi Azərbaycan xalqına qarşı. Sonra müstəqillik əldə ediləndən sonra onun forma və metodları dəyişdi, açıq terrorlar da oldu və soyqırımı cinayətləri baş verdi, kütləvi qırğınlar baş verdi. Yəni, bunların hamısını mən sadalamaqla bizim vaxtımız kifayət etməz. Bu cinayətlər çox idi. Və sonradan, hətta atəşkəş əldə olunandan sonra 94-cü ildə bu proses dayanmırdı, daim davam edirdi. Bizim əsgərlərimizin təmas nöqtəsində qətlə yetirilməsi, öldürülməsi, bunlar hamısı biləsiniz ki, bizim orqana və buna görə də fürsətdən istifadə edərək mən bu sübutların toplanmasında 87-ci ildən bu günə qədər bütün prokurorluq əməkdaşlarına, digər hüquq mühafizə orqanlarının əməkdaşlarına öz peşə fəaliyyətlərini mən açıq demək lazımdır, peşəkarcasına və vətənpərvərcəsinə yetirdiklərinə görə dərin təşəkkürümü bildirirəm. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə törədilmiş sülh və insanlıq əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması əlbəttə mühüm bir işdir. Bayaq siz qeyd elədiniz, bunları çatdırırdınız. Amma bundan daha mühümü bu cinayətləri törədən canilərin, hərbi cinayətlərin ədalət məhkəməsi qarşısına çıxarılmasıdır. Bu sahədə görülən işlər barədə bir qədər geniş məlumat vermək istərdim. Təşəkkür edirəm. Əvvəla bu sualın ikinci hissəsinə cavab verməzdən dediyiniz kimi bu beynəlxalq ictimaiyyət çatdırılması, mən burada Azərbaycan mediasının rolunu mən xüsusi qeyd etmək istəyirəm. Bildiyiniz kimi əvvəllər müstəqillik əldə etdikdən bir qədər sonra müəyyən bir informasiya blokadası var idi. Azərbaycan baş verən həqiqətləri kifayət qədər lazımi səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdıra bilmirdi. Bunu fikir versəz, möhtərəm cənab prezident də öz çıxışlarında, müsahibələrində qeyd etmişdir dəfələrlə. Çünki burada erməni lobbisi faktları var idi və digər məsələlər var idi, hansı ki, Azərbaycanın mediası da ola bilsin hələ o dərəcədə həmin dövrlərdə 90-cı illərdə müəyyən o peşəkarlıqda ola bilsin, yəni çatdırmaq mümkün deyil. Amma bax, bu tək yalnız müharibə Ermənistanın ali siyasi rəhbərliyi, hərbi siyasi rəhbərliyi tərəfindən törədilən cinayətlərlə bağlı deyil. Ümumiyyətlə, məsələnin mahiyyəti ilə bağlı, yəni baş verən proseslərin mahiyyəti ilə bağlı məsələlər, məlumatlar kifayət qədər ki, amma Azərbaycan mediasının inkişafı, peşəkarlığı nəticəsində son zamanlar bu blokadalardan qaldırıldı və bu həqiqətlə dünya ictimaiyyətinə artıq tam və hərtərəfli, dərinliyi ilə, incəliyi ilə çatdırıldı. O cümlədən prokurorluğun, yəni törədilmiş cinayətlər barədə də məlumatlar eyni zamanda biz Vətən müharibəsi dövrünü yadımıza salsaq, biz görərik ki, hansı intensivliklə, hansı belə deyək, peşəkarlıqla bütün bu həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Eyni zamanda möhtərəm cənab prezidentin biz müsahibələrini, dünyanın ən aparıcı telekanallarına, informasiya agentliklərinin müsahibələrini biz baxsaq, diqqət etsək, bunun biz şahidi olaraq. O ki, qaldı, bu məsələnin birinci qaldı ki, o hadisələrin özünün istintaqından bağlı. Təbii ki, bunlar mühüm əhəmiyyət kəsb edir. Sübutların toplanması, faktların dəqiq müəyyən olunması, həmin cinayətləri törətmiş şəxslərin şəxsiyyətlərinin tam dəqiqliklə müəyyənləşdirilməsi üçün ki, istintaq elə bir məsələdir ki, hər bir şəxsin məsuliyyətinin fərdiləşməsindən söhbət gedir. Biz ümumilikdə kiməsə ittiham verə bilmərik və yaxud ümumi bir böyük bir kütləyə ittiham verə bilmərik. İttihamlar konkret olur ki, prosessual qanunların tələblərinə uyğun və konkret şəxslərə verilir. Bu istiqamətdə təbii ki, prokurorluq orqanları, digər hüquq mühafizə orqanları birlikdə hesab edirəm ki, kifayət qədər səmərəli işlədilər. Cənab prokuror, elə bir məsələdə, məsələn, bilmək istərdik ki, istintaq materiallarında sizə daha dəqiq məlumdur. Elə faktlar varmı ki, bizim xalqa məlum olmasın? Yəni, erməni hərbiçilərinin, terrorçularının törətdiyi cinayətlər. Biz indi görürük, sizin ara-sıra məlumatlarınız gəlir, dəfn olunan, tapılan itkinlərimiz olur. Birinci Qarabağ müharibəsi dövründən
prokuror işçiləri dərhal orada istintaq əməliyyatına başlayır, axtarışlar aparırlar. Yəni belə faktlar varmı sizdə? Demək olar ki, bununla bağlı bizdə qaranlıq məqamlar yoxdur. Bütün faktlar çıxarılıb, aşkar olunub, yəni məlumdur bizə və bunlar barəsində də bu və ya digər formada bizim cəmiyyət məlumatlandırılıbdır. Bax, yalnız onu deyə bilərəm ki, biz 1980-ci ilin ortalarından bayaq dediyim 87-ci ilin bu tərəfə prokurorluq və ayrı-ayrı istintaq qurumlarında 2548 cinayət işi olmuşdur. Biz son bu istintaqı yekunlaşdıranda bu 2548 işi 2023-də lokal antiterror əməliyyatlarından sonra ki, həmin deməli dövrdə o qondarma quruma rəhbərlik etmiş şəxslər və digərləri məsuliyyətə alınandan sonra biz bütün bu işləri birləşdirdik bir icraatdan. Həm hərbi prokurorluqdan, həm deməli digər istintaq qurumlarından o işləri götürdük, baş prokurorluqda birləşdirdik və bütün bu işlər üzrə istintaq hərəkətləri aparıldı və baş prokurorluğun rəhbərliyi ilə Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi, eyni zamanda xüsusi olaraq mən hərbi prokurorluğu qeyd etmək istəyirəm. Çünki bizim hərbi prokurorluqda xüsusi istintaq şöbəsi var idi, hansı ki, sırf Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərin istintaqı ilə məşğul olurdu. Bütün materiallar da orada toplanırdı. Yəni, belə demək mümkünsə, bütün məsələlər məlumdur. Sadəcə olaraq biz bəzi məsələlər var ki, ola bilsin, şərəf və layiqətlə bağlı olan hissələrdə bunları biz açıqlamırıq. Amma yerdə qalan bütün məsələlərdə biz bunları təbii ki, bizim əhalimiz, bizim Azərbaycan, hər bir Azərbaycan vətəndaşı bu barədə məlumatlıdırlar. Cənab prokuror, bir mühüm məsələ də, yəni cəmiyyəti də düşündürən bir məsələdir, bütövlükdə medianı da maraqlandıran bir məsələdir. Azərbaycan dövlətinə vurulan ziyanın təzminat məsələsidir. Tamamilə. Yəni bu məsələ həqiqətən gündəm bizim məsələn 1-ci Dünya müharibəsindən Versal müqaviləsi vardı, təzminat ödədi almanlar. 2-ci Dünya müharibəsində hətta bu günə qədər Almaniya tutaq ki, yəhudilərə təzminat ödəməkdə davam edir. Yəni bax bu məsələdə prokurorluğun mövqeyini bilmək istəyərdim. Tamamilə aktual bir məsələdir. Bu biz cinayət işini biz artıq istintaqı zamanı bizim üçün çox əhəmiyyətli idi, vurulan ziyan. Çünki bizim elan etdiyimiz təqsirlənmə ittihamda o ziyan mütləq müəyyən edilməli idi. Və bu çox belə deyək, çox vaxt aparan, enerji aparan, eyni zamanda zəruri olan bir element idi. Və təbii ki, biz prokurorluq olaraq bu məsələni qaldırdıq. Nazirlər Kabineti səviyyəsində mənim tərəfimdən bizim baş nazir hörmətli Əlmər Məsəlov məktub ünvanlandı. Cinayətin istintaqı ilə əlavə və müraciət olundu ki, belə bir komissiya yaradılsın və o komissiya, dövlət komissiyası bu ziyanı müəyyən etsin. Təbii ki, belə bir komissiya yaradıldı və möhtərəm cənab prezidentin tapşırığı ilə, onun nəzarəti ilə belə bir komissiya yaradıldı və o komissiya və prokurorluğun da birbaşa iştirakçı, prokurorluğun təqdim etdiyi materiallar əsasında mütəxəssislərin də iştirakından, aidiyyatı dövlət qurumlarının nümayəndələrin iştirakından bu ziyan müəyyən edildi. Burada mən bir faktı diqqətinizi cəlb etmək istəyirəm. Ziyan deyəndə iki növ ziyan var. Birbaşa dəyən ziyan, biz istintaqçılar üçün, cinayət təqibi orqanı üçün, prokurorluq üçün bu vacibdir. Çünki biz ittihama birbaşa ziyanı bir də var, belə deyək, birbaşa olmayan ziyan, dolayısız ziyan, o mülkü qaydada onunla bağlı iddia vermək mümkündür. Deməli, birbaşa ziyan 103 milyard manat müəyyən edildi, 103 milyard manat, amma ümumi ziyan, yəni o dolayı ziyan, yəni əldə edilməmiş gəlir və yaxud mən deyirəm, bizim minaların təmizlənməsi ilə bağlı biz nə qədər vəsait xərcləyirik. Bu dolayısız ziyandır. Bunlar bizə vurublar, bu minaları basıblar ki, Azərbaycan hökuməti və bu ziyan indi, yəni o dolayı ziyan indi də arta-arta davam edir. Çünki ildən elə biz yenə də vəsait xərcləyirik, yenə də biz minaların təmizlənməsi istiqamətində dövlət işlər görür və digər tədbirlər də keçirir. O ziyan daha çoxdur.
səhv etmirəmsə 160 milyarddan da çoxdur. Amma birbaşa ziyan bizim istintaq zamanı ittihamda oturan ziyanın məbləği 103 milyard manat. Cəmal müəllim, bu ziyanın içində vətəndaşlara dəyən ziyan hesablanırmı? Birbaşa vətəndaşlara. Bəli, bütün orada ziyanlar nəzərə alınıbdır. Amma ondan əlavə, bu ziyandan əlavə, məsələn, hər bir vətəndaşa dəyən o mənəvi ziyan, hər bir ailə, hər bir şəxs, individ olaraq təbii ki, onların hər birinə nə qədər də onların maddi ziyanı təmin olunsa da o mənəvi ziyan əvəz olunmazdır. Amma hər halda mənəvi ziyanında hesablama qaydaları var. Yəni ki, onu maddi ziyana çevirib və kompensasiya tələb, təzminat tələb etmək, o artıq vətəndaşların öz şəxsi işidir. Onlar hər bir vətəndaş gələcəkdə bununla bağlı iddia qaldıra bilər. Bu ziyanın ödənilməsi istiqamətində hansı işlər görülür? Yəni o ziyanın ödənilməsi istiqamətində təbii ki, bu artıq tamamilə başqa bir söhbətin mövzusudur və ona görə icazə versəniz bu məsələyə birinci mərhələdə biz toxunmayaq. Cənab müəllim, yəni bizim şəxsən öz müşahidələrimdən deyirəm, son illər Baş Prokurorluq çox tez-tez beynəlxalq tədbirlər keçirilir. Bakıda da siz özünüz də şəxsən xaricdə iştirak edirsiniz müxtəlif tədbirlərdə. Bax bu gələn qonaqlar da təbii ki, prokurorluq işçiləridir. Onların hadisələrə münasibəti necədir? Biz onları aşılaya bilmişikmi? Bu ziyan bizə, yəni bu müharibə, bu işğal Azərbaycan xalqına nə qədər mənəvi və maddi ziyan vurub? Onlar bunu qəbul eləyirlərmi? Eləməyənləri varmı münasibət? Ədalətli münasibətdən söhbət gedir. Bəli, deməli bu bizim tədbirlər, beynəlxalq tədbirlər həm ölkədə, həm xaricdə keçirilir və hər bir platformadan, beynəlxalq platformadan istifadə edərək biz çalışırıq ki, öz növbəmizdə prokuror olaraq peşəkarlıqla xarici həmkarlarımızın diqqətinə bunu çatdıraq, onları bu barədə məlumatlandıraq. Çünki bu elə məsələlərdir ki, və ümumiyyətlə onların özlərində də buna bir böyük bir maraq var. Çünki belə hadisələr dünyanın müxtəlif regionlarında, müxtəlif ölkələrdə baş verir, belə cinayətlər. Ona görə müəyyən təcrübə bölüşməsi baxımından, müəyyən təcrübəni öyrənmək baxımından bu çox vacibdir. Məsələn, bizdə istintaq olunan bu işlər özü müəyyən təcrübədir, növbəti bir presedentlər yaradırıq. Biz gələcək deyək, regionlar üçün, ölkələr üçün və biz özümüz də bu işi istintaq edəndə digər ölkələrin təcrübələrini, deyək ki, Balkan ölkələrinin təcrübələrini və digər bunun hamısını biz təbii ki, nəzərə almışıq. Ona görə bu peşəkarlıq baxımından da bu vacibdir. Digər tərəfdən bir sadəcə olaraq vətəndaş kimi, bir insan kimi də bunları bu prosesinə təbii ki, maraqlandırır. Ən əsası odur ki, biz çalışırıq ki, bunu yalnız məlumatlarla, kitablarla və yaxud broşurlar şəklində deyil, eyni zamanda həmkarlarımız burada olanda onların Qarabağa bir səfərini təşkil edirik. Və bu əyanilikdir də. Əyanilikdir, bəli. Mən xatırlayıram, o vaxtda bizim bu Qənimətlər Parkı yaradılanda bəzi deməli Azərbaycana qarşı kifayət qədər çox da dost mövqeyində dayanmayan qüvvələr başladılar ki, bunun yaradılması sanki erməni xalqına qarşı bir nifrət hissi oyatmaq məqsədi ilə yaradılıb. Tamamilə yanlış bir şeydir, yanlış fikirdir. Əgər mən dəfələrlə deyirəm, əgər biz nifrət yaratmaqdan təbii ki, xalqdan söhbət getmir. Ermənistanın o dövrki hərbi siyasi rəhbərinə qarşı nifrət yaratmaq fikrimiz varsa, elə insanların hamısı gələn işğaldan azad olmuş ərazilərə aparsaq, orada olan dağıntıları, onları görsələr, bu kifayətdir. Xüsusi burada park yaratmağa ehtiyac yoxdur. Və ona görə biz sadəcə olaraq həmkarlarımızı dəvət edirik o bölgələrə və onlar öz gözləri ilə bütün bu vəhşiliklərin, törədilmiş dağıntıların miqyasını, dərəcəsini öz gözləri ilə görürlər. Çox maraqlı bir fikir dediniz. Yəqin ki, xatırlayırsınız, prezident ilk səfərindən sonra çox belə qəzəbli şəkildə dedi ki, mən bu yerləri gəzəndə gördüm, elə bil buradan vəhşi tayfalar keçib, vandal tayfaları. Yəni o dağıntılar o qədər cənab prezidentə təsir eləmişdi ki, o yurd yerlərimizin dağılması, evlərin, bütün hər yerin dağılması. Bizim üçün maraqlı olan başqa bir məsələ də var. Məsələn,
sizin əlinizdə olan, yəni prokurorluğun apardığı istintaq işlərindən gələcəkdə bizim tarixçilər, tədqiqatçılar istifadə edə bilərlərmi? Bax bu şans verilə bilərmi onlara? Təbii indi gələcəkdə... Çünki burada ölkəmizin tarixindən söhbət gedir, bizə qarşı qəsdən söhbət gedir. Təbii, bilirsiniz ki, indi məhkəmə prosesi gedir. Ona görə biz beynəlxalq konvensiyalarının, ölkə qanunvericiliyin, prosessual qanunvericiliyin tələblərinə çox həssaslıqla riayət edirik. Təqsirli prezumpsiyasını pozmuruq və bütün bizim bu istintaq altında məhkəmə prosesi zamanı həmin şəxslərin bütün hüquqları tam təmin olunur və ona görə bu məsələyə mən toxunmaq istəmirəm. Amma ümumən, təbii ki, bu proseslər, bu 87-ci ildən bax bu illərə qədər baş vermiş bu hadisələr onu göstərir ki, biz bunu öyrənməliyik. Biz gələcək nəsillər bunu bilməlidir. Getmiş prosesləri incəliyinlə bilməlidirlər. Həm törədilmiş cinayətləri, törədilmiş qanunsuzluqları, onların qarşısının hansı formada alınmışlar, hansı belə deyək, çətin, əzablı yolları həmin dövrlərdə biz xalq olaraq keçmişik, amma qürurla onu belə deyək də, yəni sınmamışıq, əzilməmişik və ölkə rəhbərliyinin liderliyi ilə biz bunları son nəticədə dəf etmişik. Bunun növbəti nəsillər bilməlidir və bu qələbə, son qələbə və əldə olunmuş nailiyyət hər bir biz Ulu Öndər Heydər Əliyevin təbirincə deyək, bir daha bizi o hissləri yaradır ki, biz hamımız fəxr edirik ki, biz Azərbaycanlıyıq. Bax, biz bunu daim qeyd etməliyik və bunu yaddan çıxarmamalıyıq. Kamran müəllim, bax, hazırda Cənab Prezidentin iştirakı ilə, yəni onun bilhassa diqqətində olan məsələ Qarabağın dirçəldilməsidir. Sürətli işlər gedir, hər yer bərpa olunur. Bax, prokurorluq həmən o regionda öz işlərini necə qurur, yəni artıq o bərpa olunan ərazilərimizdə. İnsanlar tədricən artıq köçür, səhv eləmirəmsə 50 mindən yuxarı qaçqınımız artıq öz doğma yurd yerlərinə köçüb. Yəni prokurorluq strukturları orada artıq fəaliyyətə başlayıb. Bəli, tamamilə doğru dediniz. O quruculuq işləri, bərpa işləri uğurla davam etdirilir. Biz də tez-tez prokurorluq olaraq həmin bölgələrdə səfər edirik. Şəxsən mən prokurorluq rəhbərliyi bəzi beynəlxalq tədbirlər bayaq qeyd etdiyim kimi orada təşkil edirik və bunun şahidiyik. Və sevincisi odur ki, orada bərpa işləri həm Azərbaycanın qədim tarixi cizgilərinin bərpası ilə müşayiət olunur, bütün bu quruculuq işləri. Eyni zamanda bu 30 il ərzində işğal altında olan və törədilmiş vəhşiliklərin də bəzi elementləri qalır. Yəni biz bunun qorusu. Amma digər tərəfdən təbii ki, o gedən quruculuq işləri 5 il bundan əvvəlki o təəssürat indi yoxdur. Çünki artıq xeyli orada quruculuq işləri həyata keçirilmişdir. Prokurorluq deməli, təbii ki, orada artıq bayaq qeyd etdiyi kimi bizim məcburi köçkünlərimiz oraya qayıtdıqdan sonra təbii ki, prokurorluq digər hüquq mühafizə orqanlarının da fəaliyyətinə ehtiyac var. Biz ilk gündən artıq orada mülki prokurorluqların fəaliyyətini bərpa etdik. Eyni zamanda Cənab Prezidentin müvafiq sərəncamı ilə 2021-ci ildə aprel ayında yeni prokurorluqlar yaradıldı. Hansılar ki, əvvəl Kəlbəcər və Qubadlı hərbi prokurorluqları, onlar da tərəfimizdən tam komplektləşdirildi və maddi texniki bazası yaradıldı və onlar da tam gücü ilə orada fəaliyyət göstərirlər. Nəhayət son sualımızı vermək istəyirdim. Bizim Zəfərin 5 illiyi, indi qeyd elədiyimiz Zəfərin 5 illiyi çox əlamətdar bir tarixi hadisə ilə üzləşib, konstitusiya və suverenlik ili ilə eyni bir vaxtda. Bu zəfərin bərpa etdiyi Azərbaycanın dövlət suverenliyinin, ümumiyyətlə tarixi müstəqilliyimizin əbədiyyətə qədər qorunması yolunda təkcə komandanız deyil, gənclərimizə, illər sonra belə qanunlarımızın keşiyində duracaq hüquqşünas kadrlara nə tövsiyə edərdiniz? Mən onu tövsiyə edərdim ki, birinci növbədə hər bir hüquqşünas, hər bir prokurorluq əməkdaşı, gənclərimiz vətənpərvər olmalıdırlar. Vətənə, dövlətinə sadiq olmalıdırlar. Bu birinci, çox vacib bir elementdir. İkincisi, onu gözəl peşəkar olmalıdırlar. Öz işlərinə peşəkarcasına, tam və hər tərəfli
bilik və bacarıqlara yiyələnməlidirlər. Hüquq mühafizə, prokurorluq, istintaq sahəsi elə də asan, kənardan göründüyü kimi bəlkə asan, amma kifayət qədər mürəkkəb bir sahədir. Bu insan taleyi ilə bağlı. Ona görə daim öz peşəkarlıqlarını artırmalıdırlar. Üçüncü tövsiyəm ondan ibarət olardı ki, Azərbaycan kifayət qədər mürəkkəb bir coğrafi məkanda yerləşir və ona görə Azərbaycanın tarixini, Azərbaycanın keçmiş tarixini və yaxın tarixini yaxından bilməlidirlər, öyrənməlidirlər, gedən prosesləri. Bu bizim üçün bir dərsdir, bizim üçün bir nəticə çıxartmalıyıq biz bundan. Və hesab edirəm ki, bu üç element hansı ki mən də qeyd etdim, o hepsinin digərləri də var, amma mən üç əsas istiqaməti qeyd etdim. Bu hesab edirəm ki, kifayət qədər mühüm bir elementlərdir Azərbaycanın gənc hüquqşünasları üçün. Çox sağ olun, təşəkkür edirəm.